Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah Tebarek ve Teala mübarek Enfal suresinin 60. ayesinde belə buyurur. Turhibune bihi aduvvallah ve aduvvekum. Öz hazırlığınızı göstərməklə insan hərbi cəhətdən öz hazırlığını göstərməklə düşməni qorxudur. Allah da buyurur ki, öz hazırlığınızı nümayiş etdirməklə, öz hazırlığınızı göstərməklə Allah düşmənin və öz düşmənlərinizi qorxudur. Görsən, hər ölkədə parad keçirdirlər. Hər ölkə öz hərbi qüvvəsin, hərbi hazırlığın başqa dövlətlərə göstərir. Nə üçündür bu? Yəni, agah oluz, bir dövlət olaraq mənim bu qədər ordum var, bu qədər silahım var, bu qədər texnikam var, lazım gələrsə özümdən, öz sərhəddimdən müdafiə etməyə həmişə hazıram. İnkişaf eləmiş, kəşf olunmuş silahların, ordusun, nələri varsa göstərir, nümayiş elətdirir. Başqa dövlətlər də, məxsusən dünyada bəzi dövlətlər həmişə diqqət cəlb edir ki, görəsən bu il o ölkənin paradı necə olacaq? Nələr göstərəcək dünyaya? Dünyaya necə meydan oxuyacaq? Hansı raketləri ilə, hansı qüvvəsi ilə dünyada özünü göstərəcək? Və dünya ölkələri də bu qüvvələrə, güclərə əsasən münasibət bildirirlər. Siyasi münasibətlərdə bu rol oynayır. Hansı dövlətlər daha güclüdürsə, dünya həmin dünyadır. Söz sahibləri onlar olurlar. Dünyanın o başından gəlir bu tərəfində, istəyir öz istədiyini eləsin və təəssüflər olsun ki, eləyir. Ərbəin yürüşü hazırlığı göstərmək, nümayiş etdirmək yürüşüdür. Çünki biz Ərbəin ziyarətində belə oxuyuruq. Nusrəti ləkum muaddah. Köməyim sizə hazırdır. Sizə kömək etməyə hazıram. Milyonlar, görün kimin qoşunu çox güclüdür. Milyonlar dünyada hər il Ərbəin yürüşündə bir çox dövlətlərdən, bir çox millətlərdən yığışırlar, toplanırlar. Milyonlar bu sözü deyir ki, köməyimiz sizə hazırdır. 1400 il keçir Kərbəla vaqiəsindən. Milyonlar hər il daha da çox bu sözü deyirlər. Biz sizə kömək etməyə hazırıq. Bu Ərbəin ziyarətində olan sözdür. Aliyasın ziyarətində bu söz biraz fərqli gəlibdir. Və nusrəti muaddətun ləkum. Ərbəin ziyarətində deyir, nusrəti ləkum muaddə. Mənim köməyim sizə hazırdır. Amma Aliyasın ziyarətində ki, oxuyuruq, İmam-ı Zəmana salam veririk, deyirik bu sözü, köməyim hazırdır sizə. Başqa ziyarətlərdə, dualarda da buna oxşar sözlər var. Biz ki, Əhl-i Beytə, İmam-ı Zəmana, İmam Hüseynə bu sözü deyirik. Köməyimiz sizə hazırdır. Ərbəin yürüşü mənəvi nöqteyi nəzərindən öz yerində, mənəvi nöqteyi nəzərdən çox mühüm bir məsələdir. İnsanın mənəvi kamilləşməsində, savabı öz yerində. Amma eyni zamanda ictimai və ələl-xüsus siyasi bir dünya səviyyəsində yürüşdür. Ola bilsin bir çox müsəlmanlar, şiyələr, əvamun nas bunun siyasi cəhətlərinə varmırlar. Amma o bir çox insanları narahat edir. Mən həmişə bunu deyirəm, əlimizdə o qədər böyük nemətlər var. Çox təəssüf olsun, müsəlmanlar, şiələr onun həqiqətindən agah deyirlər bir çoxları və necə lazımdır istifadə etmirlər. Məsələn, müsəlmanların əlində həc var. Həc mövsümü, Kəbə var.
Hansı dində həcc və Kəbə kimi bir müqəddəs varlıqlar var? Həcc kimi müqəddəs ayin var ki, milyonlar hər il eyni gündə, eyni zamanda ora toplaşırlar. Su nəyin deyirsən? Müsəlmanlar həcdən necə lazımdır istifadə edə bilmirlər. Şiyələrin bizim əlimizdə Mühərrəm səfər var. Əhl-i Beyt varımızdır. Bu əzadarlıqlar varımızdır. Kərbəlamız, Aşuramız, Ərbeynimiz var. Amma nəyin deyirsən, bir çoxları necə lazımdır istifadə edə bilmirlər. Allah rəhmət eləsin. Mərhum Ayətullah Mər'aşi Nəcəfiyyə. Bir uşaq vaxtı mən getmişdim. Məhəllə uşaqları ilə, dostlarla yadımda bu cür qalıbdı. Ki onların məktəbinə. Bunlar müsəlman deyildilər. Bir müəllim ki girdi sinifə, məxsusən həmin gündə yoxlama da gəlmişdi yuxarıdan. Gəlib girdilər, uşaqlara baxırdılar, birdən məni gördü. Dərhal bildi ki, mən onlardan deyirəm. Niyə? Çünki mənim geyimim başqa cür idi. Müsəlmanın, şiyənin geyimi fərq eləməlidir axı. İndi qarışıb aləm bir-biridir. Geyim göstəricidir ki, mən kiməm? Deyim, mənim geyimimdən tanıdı. Deyim, mən apardı özü ilə. Otağa. Danışdı, sual verdi. Dedi ki, siz şiyələrin əlində olanlar bizim əlimizdə olsaydı, biz dünyanı fəth eləmişdik bu məzmunda. Bilirsən nələr eləyərdik? Sizin əlinizdə bilirsiniz nələr var? Sizin əlinizdə Kərbəla var, Aşura var, Ərbəyin var. Həzrət-i Mövla Nəhcül Bəlağədə Qasiyə xutbəsində Məkkə şəhərinə, Allahın evinin Məkkə şəhərində yerləşməsinə izah gətirir. Ki, bu müqəddəs məkan elə bir yerdir ki, abadlığı yoxdur. Ab-ı havası yaxşıdır. İqlim cəhətdən, hava cəhətdən çox çətindir Məkkə şəhəri. Allah bu yolla imtihan eləyir. Ki, görüm, insanlar, mənim bəndələrim bu müqəddəs iş üçün Məkkə şəhərinə toplanacaqlar yoxsa yox? Və toplanırlar, imtihanda olunurlar. Kim həccə istirahatlıq eləməyə gedir? Heç kəs. İstirahatlıq eləmək üçün, gəzişmək üçün, dincəlmək üçün həcc, Məkkə, Hicaz yer deyir axı. Gəzmək istəyənlər başqa yerə gedər. Həccidə çətinlikdən başqa nə var? İsti hava, həccin əməlləri də plus olaraq çətin əməllər. Deməli, burada başqa bir müqəddəs, mənəvi cəhətlər var ki, bu qədər milyonları cəlb edir ora. Onlar Allah sevgisinə görə itaət eləmək üçün gedirlər Məkkiyə. Yoxsa Məkkənin nəyi var? Ağacsız dağlar, Zəmzəm suyun çıxmaq şərti ilə ki, Allahın bir lütfu olubdu. Ondan başqa nəyi var? Suyu yox, ağacları yox, bağları yox. İnsanlar Minaya gedirlər, oradan Cəmərata gedirlər, çətin. Ərbəyin də bu cür diyor. Hazırda milyonlar insan dünyanın bir çox ölkələrindən, bir çox şəhərlərindən, müxtəlif millətlərdən yığışıblar, toplaşıblar, gəliblər İraqa. İraqın özü də dünya səviyyəsində nəzərə alsaq, çox geri qalmış bir dövlətlərdəndir. Nə üçün gəlirlər bu milyonlar? Gəzməyə gedirlər ora, dincəlməyə gedirlər ora. Yaxşı havası var ona görə. Qardaş deyir 50 dərəcə isti var. Necə ki Kəbə Həzrət Mövla Qasiyə xutbəsində gətiribdi, Ərbəyin də o cürdür. İnsanlar ora dincəlməyə getmirlər ki. Bu qədər çətinliyə rəğmən, havanın istisinə baxmayaraq, piyada 100 kilometrə yaxın yolu
Bu aşıqlar, bu insanlar gedirlər. İsti hava, çətinliklər onların iradəsini suslaşdırmır. Çünki bu mənəvi bir səfərdir. Bu ki Qur'an buyurur, öz hazırlığınızı göstərməklə düşməni, Allah düşmənin, öz düşmənin qorxuduz. Milyonlar insan Ərbəyində hazırda deyirlər ki, Hüseyn ibn Əli, İmam-ı Zaman, biz hazırıq köməyə. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Ərbəyin yürüyüşü dünya səviyyəli bir yürüyüşdür. Dünya səviyyəsində Həzrətin zuhuruna zəminə yaradır, hazırlayır. Bu Ərbəyin yürüyüşü. Ərbəyin yürüyüşü Vəhhabilərə, Yəhudilərə, Sehyonistlərə böyük bir zərbədir. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Necə? Bugünkü məlumatı sizlərə Kərbəla şəhərinin ustandarı elan edib ki, 22 nəfər terrorist saxlanılıbdır. Bugün. Bunlar nə etmək istəyirmişlər? Bunlar Daesh, İqil və Sehyonistlərlə həmkarlıq eləyənlər. Yolda mokəbləri patlatmaq istəyirmişlər. Partlayıcı maddələr çıxıb bunlardan. Ərbəyin yolunda, bir eşq karvanında təhlükə var. Bu qədər milyonlar təhlükəni gözə alıb gedirlər. Deyir ki, əgər sən getmək istəyirsən başqa imamların ziyarətinə, təhlükə varsa gedmə. Getmək istəyirsən Kəbənin ziyarətinə, təhlükə varsa gedmə, ehtimal verirsən. Amma deyir Kərbəla ziyarətində, ehtimal verirsən, təhlükə var, get. Təhlükəli də olsa get. 22 nəfər terrorist saxlanılıbdır. Bunlar zövvarı zəhərləmək istəyirmişlər. Onların qidalarına zəhər qatmaq istəyirmişlər. Bugünkü məlumatı sizlərə oxuyuram. Ərbəyin yürüyüşü bu dünyanı çox narahat eləyir. İllərdir Ərbəyin zövvarının təhlükəsizliyi qorunmaq üçün İraq və İran əskərləri çox zəhmətlər çəkiblər. Biraz boşluq olan kimi bunlar hərəkətə keçmək istəyirlər. Nümunəsi də budur. Ərbəyin yürüyüşü küfrün və nifaqın əleyhinə olan böyük bir ilahi hərəkatdır. Ərbəyin yürüyüşündə eşq, məhəbbət cuşa gəlir. Bəli. İmam Sadiq əleyhissalam buyurur ki, Həzrət Fatimə Zəhra salamullah əleyha İmam Hüseyn əleyhissalamın qəbrinin zövvarı üçün, yəni ziyarətçilər üçün bağışlanmaq istəyir Allahdan. Xutbənin bu hissəsində bir mühüm məsələyə, suala görə aydınlıq gətirək. O bundan ibarətdir ki, ola bilsin sizə bunu deyələr. Nə üçün Hüseyn ibn Əli üçün siz hər il Ərbəyin saxlayırsınız, 40-ın qeyd edirsiniz? Tarixdə heç bir imam üçün, peyğəmbər üçün, heç bir şəhid üçün bu yoxdur, olmayıbdır. Dünyadan gedən, şəhid olan il, bəli, onun 40-ı qeyd olunur. Ondan sonra il boyu şəhadət günləri qeyd olunur. Amma İmam Hüseyn əleyhissalamın və Şühəda-i Kərbəlanın ki, şəhadət günləri Aşura günüdür. Aşuradan sonra biz Ərbəyin saxlayırıq. Yəni 40 mərasim olur. Nə üçündür bu? Bəziləri hətta Şiənin düşmənləri və Vəhabilər deyir ki, Şiələr İmam Hüseyni Peyğəmbərdən də çox istəyirlər. İftiralardır da, nadancasına, cahilcəsinə olunan sözlər, söhbətlər, iradlardır. Peyğəmbər üçün siz, Peyğəmbər üçün siz 40 saxlamırsınız, imam üçün saxlayırsınız. Onun izahı. Bəzi məsələlər var ki, qardaşlar, hər il mən onlara toxunuram. Çünki vacib məsələlərdir. Hər il o məsələlər gərək aydınlaşa. Bu Ərbəyin məsələsi İmam Hüseyn əleyhissalama məxsusdur.
vəssalam. Nə üçün? Çün Hüseyn ibn Əli kimi din uğrunda fədakarlıq eləyən olmayıbdı. İmam Hüseyn əleyhissalam dini qorumaq üçün misilsiz fədakarlıq edibdi. Misilsiz fədakarlıq etdi. Kərbəla inqilabı, Aşura hadisələri ilə dini qoruyub saxladı. Axı bu Aşura hadisəsi ki, Kərbəla ki dini qoruyub saxlayır, bir başqa bir məsələ də bu Aşuranı xatirələrdə saxlamalıdır ki, dini saxlayır. Ərbəin günü böyük Aşura Kərbəla inqilabın təkmilləşdirir. Düzdür, heç bir şəhid üçün yoxdur. Amma xanım Zeynəb, İmam Səccad əleyhissalam Aşuranı qorumaq üçün bunu etdilər. Çünki düşmən istəyirdi ki, Kərbəla, Aşura unudulsun. Ərbəin qoymadı, Aşura unudulsun. Biz nə üçün Ərbəin saxlayırıq? Aşura Kərbəlanı unudulmağa qoymuruq. Yenə təkrar edirəm. İmam Hüseyn əleyhissalam Kərbəlada, Aşura qiyamında fədakarlıq edərək dini qoruyubdu. Bu fədakarlıq bərabərdir dinin qorunmasına. Bu ərbəin saxlayırıq, ərbəin imamın 40-ı da Aşuranı qoruyub saxlayır ki, dinin qorunmasına bərabərdir. Cavab budur. Aşura, Kərbəla dini qoruyub saxladı. Biz Ərbəyinlə Aşuranı qoruyub saxlayırıq. Nəticədə dinin qorunub saxlanmasıdır. Bu Ərbəyin yürüyüşü dəyərləri təzəliyir. Aşuranı təzəliyir. İmam Hüseyn əleyhissalamın hədəflərini təzəliyir. Mənəviyyatı təzəliyir. Vəhdət yaradır dünyada. Baxmayaraq ki, bunlar gizlədirlər. Bax, telekanallara baxız. Biri göstərir ki, Ərbəyin yürüyüşü var. Göstərməyəcək. Çünki onlara sərf eləmir o. Əxlaqsızlıqları yayırlar, mütribliyi yayırlar. Başa gəlməyən hadisələr daim reklam olunur, belə deyək, təbliğ olunur. Dünyada illərdir, milyonlarla insan yürüyüş eləyir. Telekanallar göstərmirlər. Sənin dərdin nədir? Nə üçün göstərmirsən? Biz bilirik dərdi. Bu Ərbəyin yürüyüşü İmam Zaman ağanın gəlişini hər il zəminə yaradır. Necə? Diqqət eləyin. Deyir, Həzrət ki zuhur eləyər, söykənər Kəbiyə. Bax, bu cümə günündə. Səslənər, əla ya əhləl aləm, ənəl imamul qaim. Ey əhli aləm, agah oluz, imam-ı qaim mənəm. Əla ya əhləl aləm, agah oluz, intiqam alan qılınc mənəm. Əla ya əhləl aləm, agah oluz, ey aləm əhli, mənim cəddim Hüseyni susuz öldürdülər. Mənim cəddim Hüseyni üryan istiqumlar üzərində qoydular. İmam-ı Zaman dünyaya özün cəddi, atası, babası İmam Hüseyn əleyhissalamın vasitəsilə tanıtdırar. Demək, həmin gün bütün dünya əhli gərək Hüseyn ibn Əlini tanıyır. Diqqət eləyin məsələyə. İmam Zaman zuhur eləyir, özünü İmam Hüseynin vasitəsi ilə tanıtdırır. Demək, həmin vaxtda İmam Hüseyni yerə hamı tanısın ki, bu adam həmin Hüseyn ibn Əlinin oğludur ya. Amma əgər dünyaya nəzər salsıq, hələ biz bütün dünyaya Hüseyn ibn Əlini necə lazımdır tanıtdıra bilməmişik. Deməli, hər il Ərbəyində Hüseyn ibn Əli milyonların vasitəsi ilə dünyaya tanıtdırılır. Yaxşı, hədəfi nədir, fəlsəfəsi nədir? Ərbəin yürüyüşünün bir fəlsəfəsini, əsas fəlsəfəsini işarə edeyim. Ərbəin yürüyüşünün fəlsəfəsi
ki qeyd olundu, başqa ifadə ilə deyirəm, xülasə olaraq. Xülasə olaraq, Ərbəin yürüşünün fəlsəfəsi Aşura qiyamının, nehzətinin tarixdə davamıdır. Nə üçün Ərbəin günündə ziyarət olunur imam? Ərbəin yürüşünün fəlsəfəsi nədir? Ərbəin yürüşü Kərbəla nehzətinin qiyamının tarixdə davamıdır. Allah istəyibdi, Allah iradə eləyibdi ki, bu Kərbəla unudulmasın. Diqqət eləyin məsələyə. Hüseyn ibn Əlinin qiyamı unudulmasın. Allah bunu istəyibdi. Diqqət eləyin məsələyə. Çox zərif bir məsələ qeyd olunubdur. Allah istəyir Kərbəla İmam Hüseynin qiyamı unudulmasın. Nəyin vasitəsilə unutdurmur? Telekanallar vasitəsilə, peyçlərin vasitəsilə, sosial şəbəkələrdə. Diqqət edin məsələyə. Allah istəmir ki, Kərbəla unudulsun. Bu məsələni bağlayıb iman əhlinin qəlbinə. Nə qədər iman əhli, mömin varsa, Kərbəla unudulmayacaq. Hədis buyurur. İnnəl qətlil Hüseyn hərarə fi qulubil müminin la təbrud əbədə. Möminlərin qəlbində Hüseyn ibn Əlinin şəhadətində belə bir dağ istiliyi var ki, bir alov var. Heç vaxt sönmür, heç vaxt soyumur. Allah belə iradə edib. İman əhlinin qəlbində Hüseyn ibn Əliyə bir hərarət var, bir istilik var. Nə qədər iman əhli, mömin varsa, Ərbəindir, Aşuradır, Kərbəladır, unudulmayacaq. Çünki Allah iradə edibdir bunu. Allah istəyir, unudulmasın. Yaxşı, Ərbəin vasitəsilə də tarix nə qədər varsa, hər il Ərbəin Aşura nehzətin təzəliyir, qoymur unudulsun. Belə deyir ki, bəli, Aşura oldu, qutardı. Balam, Aşuranın da vaxtını dəyişin. Bu illəri bir gün çəkdilər qabağa, səhər ola bilsin, bir həftə çəkirlər qabağa. İllər cəmaat yatdıqca deyərlər ki, balam, ümumiyyətlə Aşura nə lazım? 2 dənə ərəb vuruşub orada, nəyimizə lazımdır Aşura? Belə bura gedir də, amma iman əhli deyir, yox. İman əhli deyir, siz nə danışırsınız? Qoymarıq unudulsun. Günümüzün Kərbəlası Qəzzədə nələr baş verir Allah? Acılıq, susuzluq, bu isti havada, Fələstin, Qəzzə. Dəhşətdir. Çox dəhşətli hadisələr baş verir orada. İnsanlar acılıqdan, körpələr acılıqdan, susuzluqdan ölürlər. Sosial şəbəkədə onların şəkillərini siz görürsünüz. Nə hala düşüblər. Dünya gözünün önündə, məxsusən müsəlman dövlətlərinin gözünün önündə, yaxınlığında, sərhədlərinin neçə kilometrliyində öz müsəlman qardaşları aclıqdan, susuzluqdan həlak olurlar. Bir insan kimi, bir müsəlman kimi, məxsusən Əli şiəsi kimi biz buna sukut eləyə bilmərik, susa bilmərik. Etiraz edirik dünənki məhkəməyə ki, Hacı Sərdar qardaşa, Şeyx Sərdar qardaşa qarşı zülümlər davam edir. Heç bir şey ittiham atırlar, əsassız, səbəbsiz. İçəridə də, zindanın içində də bu dəyərli şəxsiyyəti incidirlər, onun öz hüquqları, ailə üzvünün hüquqlarını tapdalayırlar. İraq xalqına təşəkkür təqdir edirik, həmişə olduğu kimi. Bu Ərbəin yürüşündə nə qədər gözəl xidmət göstərirlər. O gün bir nəfər sual elədi. Dedi, görəsən, fərzən, bizdə olsaydı, biz də edərdik. Mən dedim, edərdik. Çünki iman əhli Hüseyn ibn Əlini sevir. Necə onlar eləyir? Şübhəsiz iman əhli. Millətindən, ölkəsindən asılı olmayaraq olsa, eləyər bu xidməti. İman əhli. Amma təəssüf doğuran hallar.
Məxsusən Azərbaycandan xəbər veriblər. Biletləri qaldırmaq. Deyir, bir nəfər gedir biletləri əvvəlcədən alır. Məsələn, dollarla götürür. Bilet məsələn 300 dollardır. Gedir alır, pullu adamlar və tanışı əli var. Biletləri qaldırır edir 900 dollara. İnsafsızlığa baxın. 3 bərabər, 2 bərabər. Çox çətin bir məsələ ilə, çox qorxulu bir məsələ ilə oynayırlar. Çox çətindir. Ola bilsin zahirdə tamahları, şeytan bunları aldadır. Amma bu məsələ ilə oynamaq olmaz. Bunlar xeyir tapa bilməz. Heyf ki, vaxt azı nümunələr var zehnimdəki danışardım. Hüseyin İbn Əlinin məktəbi ilə, ziyarəti ilə oynayanlar nələr çəkiblər elə dünyada. Zəvvar aparanlar insanları incidirlər, təəssüf olsun. Aparırlar, tökürlər bir yerdə, yoxa çıxırlar özləri. Sən bu insanlardan pul almısan, millət eşqi ilə boğazından kəsir, çətin vəziyyətdə ziyarətə getmək üçün pullar yığır. Bir nəfər mənə danışır, deyir ki, Ərbəyindən gəlirlər bu il, başlayırlar ailəvi bir qutu qoyurlar. Gələn il Ərbəyinə qədər ora pul atırlar. Baxın, sən Allah, belə pul yığırlar. Sən o pulları necə mənimsiyirsən? Təəssüflər olsun, İraqda olan baş verən hadisələrə, hotellərin qiymətlərini qaldırırlar. Ay, hotel sahibləri, sizə də yox ki, neçə illərdə oradasınız, gözünüzün qabağında nə qədər möcüzələr, kəramətlər baş verirdi. Bir həftədən, 5 gündən az vermirik, hər nəfərə 50 dollar. Hamı da bilir ki, Ərbəyinə gedən çox az adam, %90% orada bir gün, 2 gün, 3 gün qalır. Sən bu insanların pulunu niyə alırsan? Nəcəfdə cəmaat nə qədər qalar? 2 gün, 1 gün, 3 gün. Sən bir həftə otelin pulunu niyə alırsan ondan? Ya Kərbəlada. Buna etirazımızı bildiririk. Vizanın qiymətini qaldırırlar. Orta hesabla 100 dollar, 80-dan 130-a qədər. Niyə qaldırırsan bu vizanın pulunu? Qardaşlar, bizdən qabaq gedən dəstələr xəbər verirlər ki, Nəcəfdə, bu aeroportlarda xüsusi müəyyən şeylər yaradıblar orada. Çalışmalıdırlar ki, zövvarın, yəni ziyarətçilərin işini asan etsinlər. Nəinki çətinləşdirsinlər. Düzdür, İraq dövlət də demək olmur ona. Çünki belə bir bərbad bir vəziyyətdədir. Amma gələn müsəlmanlar təzyiq göstərərlər ki, hər ildə ki, milyonlarla insan, təsəvvür elə ki, hər zövvar orta hesabla 100 dollar vizaya pul verirsə, nə qədər milyon insanlar gedir. Hər zövvar orta hesabla azından 100 dollar orada pul xərcləyəcəksə, bu neçə günü, bu sizə İmam Hüseyin Əleyhisselamın bərəkətidir də. Ay, qədir tanımayanlar, tanımayanlara deyir ya. Niyə incidirsiniz bəziləri? Və çox nigaranıq Livanda baş verən hadisələr. Bilirsiniz də, Livanın hazırki baş naziri, Qərbin, Amerikanın, İsrailin casusu adamıdır, qoydular ora, təəssüflər olsun. Eləyə bildilər, qoyarlar. İndi Hizbullahı tərk silah eləməyə qalxırlar. Bir halda ki, bütün Livan əhli Hizbullahı nə cür sevir? Niyə görə sevir? Çünki illərdir Hizbullahın olan o xidmətini onlar görüblər ki, Hizbullah necə düşmənlərdən Livanı qorudu, saxladı, illərlə müharibələrdə. İndi gör, güya qanun şəklinə salıblar, qanun şəklində ad demirlər, Hizbullah silahı versin. Qanun şəklində çərçivəsində. Amma eşq olsun Livan əhlinə. Milyonlar qalxıblar, küçələrə etirazlarını bildirirlər. İnşallah ümid edirik ki, bu etirazlar nəticə versin. Allahın verəm öz izzət kərəminə bizləri Kərbəlaya zövvar eyləsin. Aqibətimizi xeyr eyləsin.